hər bir şey sirdir da. İlahiyə adam bir də inanır, bir də inanır, bir də inanır, bir də biət eləyir. Çünki o qədər mükəmməldir. Məsələn, əvvəllər bu ağıl dişi deyirlər, bizə tədris eləyəndə tutaq ki, anatomiyanı, tibbi, deyirlər bu ağıl dişi artıq bir şeydir. Bu appendix var, o artıq bir şeydir. Ona görə də ağıl dişinin adamlarını tutub çəkirlər, çeynəmədə iştirak eləmir, onu tutub kəsirlər. Bu ilahi yaradıbsa, o artıq ola bilməz. Hamısının mənası var. İndi məlum olub ki, məsələn, bu kök hüceyrələrinin bədəndə bir neçə yerdə deposu var. Onun ən 3 dənəsindən biri həmin ağıl dişindədir. Məsələn, indi çox inkişaf eləmiş ölkələrdə çox görkəmli bir alim, görkəmli sənətkar, rəssam dünyasında yaşayan o ağıl dişini götürüb qoyurlar, soyuduza qalır. Məsələn, lazım olsa 10 ildən, 15 ildən, həmin o bir dənə dişdən insan yaratmaq mümkün olacaq. Çünki elm elə inkişaf eləyir, nanotexnologiya elə inkişaf eləyir. Bizim orta məktəbdə bizə Aristotel məntiqi ilə dəstəyirdilər. İndi Lütfüzadə məntiqi gəldi, kvant nəzəriyyəsi gəldi, nano hissəciklərin yəni, o dünyası gəldi və s. və ilə axır. Bunların hamısı onu göstərir ki, bu görünən, Səməd Mənsurun rəngidir şeiri var. O görünən yalnız rəngdir. Onun altında bir neçə mərtəbə, bir neçə qat, yüzlərlə, minlərlə kilometr dərinliyində mənalar var.